İran Xarici İşlər Nazirinin İrəvan səfərinin ardında bir sıra məqsədlər var. Ən başlıcası İranın regionda mövqeyini və gələcək addımlarını müəyyənləşdirmə cəhdləridir. Siyasilərin fikrincə, Tehran xüsusən də Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi dövründə bölgədə rolunu artırmağa çalışır. Regional və qlobal əhəmiyyətli geosiyasi oyuncular Cənubi Qafqazdakı proseslərdə iştirak etmək niyyətlərini ifadə edirlər. Bu xüsusda həm də İranın Xarici İşlər Naziri Abbas Araqçının Ermənistana səfəri də ciddi maraq doğurur. Hesab edirəm ki, İran Cənubi Qafqazda yaranan yeni geopolitik reallıqlar kontekstində özünə yer axtarmağa çalışır və eləcə də bu proseslərdə öz mövqeyinin axtarışındadır. İran tərəfi Zəngəzur dəhlizinə açıq-aydın etirazını bildirir və Zəngəzur dəhlizi deyil də kommunikasiya xəttlərinin İrandan keçməsini istəyir. Təbii ki, ümumi diplomatik cümlələrlə müəyyən bəyanatlar verilmişdir, amma onu da qeyd etmək lazımdır ki, İran tərəfi həqiqətən də Azərbaycanın geosiyasi nüfuzunun Cənubi Qafqazda artmasından narahatdır və bu proseslər də gələcəkdə də özünü göstərəcəkdir. İran, Azərbaycan və Ermənistanı tezliklə sülh müqaviləsi bağlamağa çağırır. Araqçı ölkəsinin sülh və sabitliyə töhfə verməyə hazır olduğunu deyib. Ekspertlərin fikrincə, bütün bunlara rəğmən İrandan fərqli addımlar müşahidə oluna bilər. Ermənistan da öz siyasi gündəliyini İran tərəfinin diqqətinə çatdırır və burada Azərbaycanın günahlandırılması mütləq surətdə razılaşdırılan maddələrin imzalanması tezliyi hər dəfə olduğu kimi yenidən bəyan olunur və İran tərəfi də bu prosesləri kifayət qədər ciddi dəstəkləyir. Hətta konstitusiya dəyişiklikləri və ATƏT Minsk qrupunun buraxılması məsələsini də qeyri-müəyyən müddətə təxirə salmağa və yaxud qarşıdakı dövrdə bunu müzakirə etməyə çalışırlar. Azərbaycanınsa bu mövzuda mövqeyi birmənalıdır. Sülh müqaviləsi yalnız Azərbaycanın şərtləri ilə imzalanacaq. Əks halda hər hansı razılaşmadan söhbət gedə bilməz.